Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Mən Əmrəli Səxavət, Ərbiyyat Tədris Mərkəzinin informatika müəllimiyəm. Bu videoda sizinlə maraqlı bir təhlil sualının izahına baxacağıq. Sualımız bir qədər uzundur deyə mən cədvəli əvvəlcədən çəkdim. Sürətli şəklində üstündən keçək. Cədvəlin deməli sol tərəfində şəxslərin milliyyətləri qeyd olunub. Sağ tərəfdə isə 5 hər biri 5 elementdən ibarət olan 4 fərqli obyekt var, hansı ki, evlərinin rəngləri, saxladıqları heyvanlar, tütün məmulatları və içkilər. Mətnimiz isə, sualımız isə sol tərəfdədir. Deyir ki, 5 fərqli rəngdə ev yan-yanadır. Hər evdə fərqli bir insan yaşayır. Onlar fərqli bir millətdən fərqli içki içir, fərqli siqaret çəkir və fərqli ev heyvanı saxlayırlar. Məlumatlar isə 15 dənə bənddir. Deyir ki, İngilis qırmızı evdə yaşayır. Bunu birbaşa qeyd edə bilərəm. İngilis qırmızı evdə yaşayır. Daha sonra nə deyir? İsveçli it saxlayır. Bunu da birbaşa qeyd eləmək olar. İsveçlinin it saxlamağı da dəqiq bir məlumatdır. Bunu da qeyd edək cədvəlimizdə. Daha sonra deyir ki, Danimarkalı çay içir. Bu da yenə dəqiq məlumatdır. Bunu da birbaşa qeyd eləmək olar. Daha sonra 4-cü bənddə deyir, yaşıl ev ağ evin dərhal solundadır. Bu artıq cədvələ birbaşa qeyd edə biləcəyim bir məlumat deyil. Ona görə bunu kənarda bir yerdə yadımda saxlayıram. Bu formada göstərə bilərik ki, yaşıl ev ağ evin solunda olmalıdır. Bu öz yerində. Yaşıl evin sahibi qəhvə içir. Yaşıl evin sahibi qəhvə içir. Buradan qeyd olaraq yenə bunu götürürəm. Çünki hal-hazırda bunu cədvəlimə birbaşa tətbiq edə bilmirəm. Çünki yaşıl evin sahibini tanımıram axı. 5 idarəlik saxladı. 6. Polmol çəkən adam quş saxlayır. Bunu da hələlik qeyd edə bilmirəm. Qaldı. 7. Sarı evin sahibi Dunhill siqaret çəkir. Bu da qaldı. Daha sonra orta evdə yaşayan adam süd içir. Evləri də bu formada göstərmişəm 5 dənə düzbucaqlı ilə. Orta evdə yaşayan adam süd içir. Burada süd qeyd edə bilərəm hələlik. Orta ev burada, düzdürmü? Daha sonra bu şərt bizə başqa faydası olmayacaq. Bu şərtin də faydası olmayacaq. Daha birinci, ikinci və üçüncü şərtin üstünə xətt çəkirəm ki, bunları yenidən baxanda beynimizi yormasın. Norveçli ilk ən soldakı evdə yaşayır. Norveçli burada yaşayırmış. Qeyd elədim bunu. Yenə fikir ver, 9-dan başqa qeyri-adi bir nəticəyə gələ bilərik deyilik ki, üstünə xətt çəkirəm ki, beynimizi yormasın. Bu lent çəkən adam pişik saxlayanın qonşusudur. Bu məlumatı hələlik qeyd edə bilmirəm. Daha sonra at saxlayan adam Dunhill çəkənin qonşusudur. Bunu hələlik saxladım. Blue Master çəkən adam pivə içir. İndi bax, Blue Master çəkən adam pivə içirsə, belə deyək də, biz Danimarkalının pivə içmədiyini dəqiq bilirik. Onda deməli Danimarkalı Dunhill, daha doğrusu Blue Master də çəkə bilməz də. Dedi axı, Blue Master çəkən pivə içir. Danimarkalı isə çay içir. Ona görə bura minus qoya bilərik. Daha sonra Alman Prins siqaretini çəkir. Bu dəqiq məlumatdır. Alman Prins siqaretini çəkir. Bunu qeyd edelim. Artıq bu 13-ün də üstündən xətt çəkə bilərəm ki, beynimizi yenə də yormasın. Norveçli mavi evin qonşusudur. İndi bax, Norveçli bu evdə yaşayırdı. Mavi evin qonşusudursa, mavi ev deməlidir, ortadakı evdir. Mavi. Və yaxud da təkcə M də yaza bilərik. Mavi ev. Yenə buradan başqa bir nəticə çıxası deyil. Bir də onu qeyd edə bilərik ki, Norveçli mavi evin qonşusudursa, mavi evdə yaşamır. Bunu bir də qeyd edə bilərik. Blend çəkən adamın bir qonşusu su içir. İndi baxaq. Yaşıl evdə yaşayan şəxs qəhvə içirdi. Düzdürmü? Deməli, orta ev yaşıl ola bilməz. Və burada Norveçlinin yaşadığı evdə yaşıl ola bilməz, ən soldakı.
Çünki yanında ağ ev olmalıdır axı. Bunun yanında mavi ev var. Onda yaşıl ev məcburdur burada olsun. Qəhvə içdiyində burada qeyd edək. Və yanında da ağ ev. Ağ ev. İndi buradan nə nəticəyə gələ bilərik? Deməli. Buradan o nəticəyə gələ bilərik ki, Norveçli mavi, yaşıl və ağ evdə yaşamır. Norveçli yaşılda yaşamır, mavidə yaşamır, ağda yaşamır. Deməli, Norveçli sarı evin sahibiymiş. Düzdürmü? Və fikir ver. Sarı evin sahibi 7-ci bənddə Dunhill markalı sütun məmulatı qəbul edirdi. Bunu da şərti də qeyd edirəm. Buranın sarı ev olduğunu və buranın qırmızı ev olduğunu. Bura bir dənə Dunhill olduğunu qeyd edək. Dunhill. Və cədvəlimizə də tətbiq edək birbaşa ki, sıxıntımız olmasın. Norveçli Dunhill markalı sütun qəbul edir. Və həmçinin Norveçli sarı evdə yaşayır qeyd edirik. Orta evdə yaşayan qırmızı, daha doğrusu orta ev qırmızı ev imiş. Deməli, burada yaşayan şəxs ingilisdir. İngilis deməli süd içirmiş. İngilis süd içirmiş. Bunların hamısını cədvələ birbaşa qeyd edirəm ki, həm cədvəllə, həm də aşağıdakı ev sxemləri ilə birbaşa əlaqəli işləyə bilək. İndi baxaq. Deməli, İsveçli, Alman və Danimarkalının hansı rəng evdə yaşadığını bilmirik. Buradan cədvəllərimiz bir-birinə qarışmasın. Deməli. Aha, indi yenidən şərtləri oxuyaraq əlavə qeydlər görək çıxacaq, yoxsa yox, bunu qeyd edə bilərik. 4. Yaşıl ev ağ evin dərhal solundadır. Bundan yeni bir şey çıxası deyil də. Bunun üstünə xətt çəkdim. Yaşıl evin sahibi qəhvə içir. Bunu da üstünə xətt çəkdim. Buradan yeni bir nəticəyə gələsi deyilik. Deməli, yaşıl evin sahibi qəhvə içirsə, Norveçli yaşıl evin sahibi olmadığına görə Norveçli qəhvə içə bilməz. Minusu düşdü bura. Daha sonra Norveçli süd də içmir. Bunu qeyd etmişik. Bunu qeyd etmişik. Deməli. İngilis qırmızı evin sahibidir. Süd içir. Aha, okey. İndi davam edək. Blend çəkən adam pişik saxlayanın qonşusudur. Biz yalnız İsveçlinin nə saxladığını bilirik və amma İsveçlinin evini bilmirik. Ona görə hələlik 10-cu şərti qeyd edə bilmədik. At saxlayan adam Dunhill çəkənin qonşusudur. Fikir ver, at saxlayan adam deməli mavi evdə yaşayır da. At saxlayan adam. At saxlayan adam mavi evdə yaşayırsa, nə Norveçli, nə də İngilis at saxlamır. İngilis at saxlamır, Norveçli at saxlamır. Aha. Həmçinin deyə bilərəm ki, süd və yaxud qəhvə içən adam da at saxlamır. Okay, bunu qeyd edə bilmədim. Okay, problem deyil. Blue Master çəkən adam pivə içir. Bax indi. Blue Master çəkən adam pivə içirsə, Norveçli pivə içə bilməz. Çünki Norveçli Dunhill çəkir. Norveçli pivə içə bilməz. Onda tapıram ki, Norveçli su içirmiş. Və həmçinin bizə nə deyirdi? Blue Master çəkən adam Alman və Danimarkalı da Blue Master çəkə bilmir deyə, bunlar pivə içə bilməz. Fikir ver, Almanın pivə içə bilməyəcəyini qeyd edəndən sonra pivə içən şəxs kim imiş? İsveçli. Və İsveçli pivə içdiyinə görə qəhvə içən şəxs isə Alman imiş. İndi bizə nə deyirdi? Pivə içən şəxs, yəni İsveçli, həmçinin 12-ci şərtə uyğun Blue Master çəkir. Bunu da qeyd edim. Aha, əla. İndi
gəlin cədvəldə apardığımız qeydləri gətirək aşağıdakı evlərdə tətbiq edək. Buradan yeni nəticələrə gələ biləcək artıq. Fikir ver. Deməli, Alman haqqında, daha doğrusu Norveçli haqqında yeni bir məlumat öyrəndik ki, Norveçli sarı evdə yaşayır, bunu bilirdik. Dunhill markalı tütün qəbul edir, bunu bilirdik və su içir. Su. Daha sonra İngilis haqqında nə öyrəndik? İngilis qırmızı evdə yaşayır, bunu bilirdik. Süd içir, bunu bilirdik. Və yeni bir şey başqa çıxmadı, düzmü? Sonra yaşıl evdə yaşayan şəxs qəhvə içən şəxs idi. Qəhvə içən Almandır. Deməli, yaşıl evdə yaşayır Alman. Bunu qeyd elədim. Alman yaşıl evdə yaşayır. Deməli, bura Alman yazıram. Alman həm qəhvə içir, həm də fikir verin, Prince markalı tütün qəbul edir. Prince markalı tütün qəbul edir. Bunu da aşağıdan qeyd elədim. İndi baxaq. Deməli, blend çəkən adamın bir qonşusu su içir. Blend çəkən adamın bir qonşusu su içirsə, deməli, blend çəkən adam mavi evdə yaşayandır. Blend çəkən adam mavi evdə yaşayandırsa, Norveçli, İngilis və yaxud Alman. Bunlar blend çəkmir. Alman blend çəkmir, Norveçli blend çəkmir, İngilis blend çəkmir. Deməli, İngilis Pall Mall markalı tütün qəbul edir və blend çəkən isə Danimarkalı imiş. Onda deməli, burada yaşayan şəxs Danimarkalıdır, burada yaşayan şəxs isə İsveçli. İndi buradan yenə qeydlərimizi götürə bildik ki, İsveçli ağ evdə yaşayan şəxsdir. Daha sonra mavi evdə yaşayan Danimarkalı imiş. Və nə tapa bilirik buradan? Danimarkalı şəxs at saxlayırdı. Danimarkalı. Bunu qeyd edə bildim. Daha sonra bizim sadəcə heyvanlarla bağlı hissəmiz qalıb. Fikir verin. 10-cuya qayıtdım. Blend çəkən adam pişik saxlayanın qonşusudur. Blend çəkən adam pişik saxlayanın qonşusudur. Ya İngilis, ya da Norveçlinin qonşusu olacaq. Başqa nə deyir? At saxlayan adam Dunhill çəkən qonşusudur. Pall Mall çəkən adam quş saxlayır. 6-cı şərti yaddan çıxarmışıq. Pall Mall çəkən adam, yəni İngilis quş saxlayır. İngilis quş saxlayır. Onda gəldi yenidən 10-cu şərtə. Blend çəkən adam pişik saxlayanın qonşusudur. Deməli, ya İngilis, blend çəkən adamın qonşuları kimdir? Ya İngilisdir, ya da Norveçdir. Və baxıram ki, İngilis quş saxlayır. Onda məcburdur ki, Norveçli pişik saxlasın. Buradan da elə birbaşa aydın olur bizə ki, Norveçli əgər pişik saxlayırsa, balıq saxlayan adam Alman imiş. Və sualın şərtində, daha doğrusu sualda bizdən soruşur ki, balığı kim saxlayır? Deməli, cavab olacaq Alman. Almanyalı şəxs balıq saxlayan imiş. Sualımız bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Kanalımıza abunə olmağı və videonu like etməyi unutmayın. Qeyd edim ki, informatika dərslərimizə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Həm onlayn, həm də əyani formada qruplarımız mövcuddur.